Hər kəs salamlayıram. Dostlar, mövzu dəri sallanmasıdır. Xanımlarda, yəni kişilərdən fərqli olaraq dəri yəni həssas olur. Birinci proses nədir? Arıqlamaq. Arıqlamaqla bitmir. Sən istər-istəməz sən onu görməsən də, amma dəri görürsən ki, o keyfiyyətini itirir. Mütləq şəkildə sən onu dartasan. Dartmaq da necə olur ki, sən əzələ işləyərkən, yəni istər-istəməz əzələ dartınır, yəni elastik olur. Bir daha söylürəm, yaş getdikcə dəri istər-istəməz sallanır, qırış atır. Yenə deyirəm ki, o yəni belədən görsənmir, amma baxmayaraq kənardan da hiss olunur ki, dəridə keyfiyyət itir getdikcə. O baxımdan bir daha söylürəm ki, çalışın elə hərəkətlərə üstünlük verin ki, vacib deyil ağır işləyəsiniz. Həftədə 2 dəfə ya 1 dəfə, yəni maksimum 2 dəfə ağır işləyə bilərsiniz. Amma ev şəraitində çalışın, yəni əzələ bölgələrini işləyin ki, yəni əzələ inkişaf eləsin, dəri də başlasın dartılmağa. Ondan sonra görəcəksiniz ki, dəridə necə keyfiyyət var. Və bir daha söylürəm, nə qədər istəyirsiniz krem vurun və s. və s. Yəni o sadəcə köməklik elə bilər. Amma sırf dərini dartılmaq üçün yəni əziyyətdir. Hər kəsə uğurlar.